16.1'də kimin nə problemi var desin. Hanım, ikinci suala bakardık. Neçənci suala? Üç. Üçüncü sual. Hansı antivirus proqram tipi proqramların iş qabiliyyətini saxlamaqla onları elə dəyişdirir ki, onlar virusları yoluxmuş kimi görsənir. Bu vaksinlərdir. Vaksinlər və yaxud da immunizatorlar adlanır. Vaksinlər. Nəzəriyyədə var, o izahında vermişdim. Başqa? Fazil, birinci sualı sən izah elə görüm. Antivirus proqramlarının tipinə aid deyil. İmmunizator vaksin aiddir. Süzgəc var, detektor var. Bir Arxiv dəqiqə yox. ekranı paylaşım. Bir dəqiqə ekranı sizinlə paylaşım. Bir dəqiqə. Deyəsən paylaşmıram. Ekranda nə görürsünüz? Ekranda Bax, indi oxu. İndi oxu. açılış alır. Yükləndir. Açıldı. Oxu görüm Fazil. Arxiv olur, nə müəllim? Detektor var, immunizator vaksin deməkdir. Arxiv yoxdur. Bəli. Antivirus. Antivirusların tipləri detektor, süzgəclər, immunizator, müfəttişlər, bir də həkimlərdir, faqlar. Arxiv deyə antivirus proqram tipi yoxdur. Gözüm ikinci sual. Gözüm mikrofonu aç, mikrofonun bağlıdır. Burada həyat yolu yoluxdurma və aktivləşmə ilə başlayır. Kompüter virusunun həyat yolu, bəli. Yoluxma və ondan sonra da arxivləşmə, aktivləşmə. Mədinə, dördüncü sual. İnformasiyanın kompleks mühafizə sisteminə aid deyil. Təşkilat mühafizəsi düzdür, mühəndislik mühafizə aiddir, proqram aparat mühafizəsi aiddir, qanunverici mühafizə aiddir, Y variantı proqramlaşdırma alqoritm mühafizəsi. Yox. Bəli, belə bir kompleks mühafizə sistemi yoxdur. Zeynəb, 5-ci sual oxu. Komplekslərə ziyanverici proqramların daxil olmasını bildirən əlamətləri müəyyən edin. Orada A variantı. Bir də nə yazır müəllim? Birinci sözü oxunmur. Klaviatura düymələrinin sayının artması. Nəzərdə tutulmayan səs siqnalları generasiyası, o düzgün cavabdır. Fail və qovluqların yoxa çıxması, bir də proqramlar başladılarkən kompüterin yavaş işləməsi, bunlar olur. Bir də monitorun ekranının fiziki cəhətdən korlanması olmayacaq. Variantımız nə oldu? Variantımız nə oldu? Zeynəp, variant nə oldu? Variant dedim. Biraz uzadan danış. Fazil, 6-cı suala bax. Kompüter viruslarının qorunma səviyyələri ilə bağlı deyil. Birinci səviyyə aiddir. Birinci səviyyədə virusların kompüterə girməməsi sağlanır. Müəllim, ona görə belə də olur. Bəli, birinci səviyyədə qarşısı alınır. İkinci səviyyədə virus hücumlarının qarşısı alınır.
Üçüncü səviyyədə virusdan gələn hücumları minimuma endirməkdir. Baş mən birə hansı oldu? D. Kompüter İkiyə. girməsinin qarşısı. 2-yə A. Virus hücumlarının qarşısı alınır. Aha. Üçə. 3-ə də C oldu. Virus hücumlarının təsirini minimuma endirmək. Yaxşı. Zeynəb, birinci sual oxu. Kompüter piratçılığı nəyə deyilir? Sizdə B variantı doğru cavabdır. Proqramların icazəsiz üzünün çıxarılması və yayılmasına. Bəli, proqramların icazəsiz üzünün çıxarılması və yayılmasına kompüter piratçılığı və başqa nə deyilir və ya başqa nə deyilir? Kompüter piratçılığı və ya nə de görüm? Müəlliflik hüququ da. Xeyr. Gülsüm de görüm. Kompüter piratçılığı və yaxud da bir dəqiqə. Aparat yadımdan çıxdı. Proqram. Hə, proqram təminat piratçılığı. Proqram təminatı piratçılığı, bəli. Gülsüm, ikinci sual. Azadlıq sözü Sezar şifrindən istifadə edilərək sözü ilə əvəz olundu. Hər simvolun neçə simvol sürüşdüyünü müəyyən edin. Burada A-dan Z-yə gedib 2 vahid, Z-dan B-yə yenə 2 vahid, hamısı 2 vahid sürüşür. Yəni K əmsalı 2 vahid, 2-dir, bəli. 2 vahid sürüşdürülməklə, sağa sürüşdürülməklə Sezar üsulu ilə şifrələnib. Bax, bu Sezar üsulu simmetrikdir, yoxsa asimmetrikdir? Gülsüm, simmetrikdir, yoxsa asimmetrikdir? Sezar şifrələmə üsulu, bəli, simmetrikdir. Fazil, nə deyirsən? Bir də de. Sezar şifrələməni başa düşməmişəm. Nümunələrə baxacağıq. Fazil, bax, bu ikinci sualda gördüyün elə Sezar şifrələmə üsuludur. Azadlıq sözü, bax, Sezar şifrələmə üsulundan istifadə edilərək bu söz ilə əvəz olunub. Hər simvol eyni sayda sürüşdürülə bilər. Sezar üsulunda bir simvol, deyək ki, 2 vahid, digər simvol 3 vahid, 5 vahid, neçəsə vahid dəyişdirilə bilməz, sürüşdürülə bilməz. Tutaq ki, burada A simvolu C olubsa, A-dan C-yə gedərkən neçə addım hərəkət eləyibsə, Z simvolu da o qədər addım hərəkət eləməlidir. Yəni, belə baxanda A-dan C-yə gedibsə, əlifba sırasına baxsaq, bax, burada sənə əlifba sırasını verib. A-dan C-yə neçə addımdır? 2 addımdır. A-dan B-yə 1, B-dən C-yə 2. Oldu. Z olub B. Baxırıq. Uşaqlar, Z-dən sonra artıq əlifba bitir, yenidən başlayır başdan davam eləməyə. Yəni, Z-dən sonra, Z-dən bir addım A-dır, qayıdır bir də təzədən başadır. İkinci addımımız B-dir. Ona görə də Z-dən addımları sayarkən əlifbanın axırıncı hərfi olduğuna görə bir də sıfırlanır, qayıdır başa. Bunu yadınızda saxlayın. Bu şəkildə artıq bir hərfə baxanda, birinci hərfdə bunun məntiqini tuturuq ki, 2 simvol sürüşüb. Bizdən də elə onu soruşur. Burada da cavabımız olur 2. Bunların fərqli hallarına, fərqli variantlarına baxacağıq. Yaxşı, Mədinə, 3-cü sualı oxu. Rəqəmli elektron imza nədir? Elektron dünyada şəxsiyyəti müəyyənləşdirmə vasitəsidir. C variantı. Bəs rəqəmsal sertifikat nədir, Mədinə? Orada səlahiyyətli orqanın həm müəllifliyinin, həm də onun imzalanmış elə bir məlumatlarıdır. Bəli, səlahiyyətli orqan tərəfindən verilir. İmza sahibinin şəxsiyyətini təsdiq eləyir. Yəni, təsdiq eləyən sənəddir ki, bu imza müəllifə, həmin şəxsə aiddir. Bəli. Yaxşı. Yaxşı. 4-cü sualı Fazil oxusun.
Asimetrik şifrələnmə alqoritmi hansı iki ayrı açardan istifadə edilir? Açıq və gizli. Açıq və gizli. Bəli. Fazil, bəs simmetrikdə hansından istifadə olunur? Gizlidən. Bəli. Zeynəb, 6-cı sual. 5-ci sual mənim yoxsa 6? 6-cı sual. Uyğunluğu müəyyən edin. Proqram təminatı. Bir də müəlliflik hüququ ilə qorunmayan və sərbəst olaraq köçürülə bilən. Burada B variantı olacaq. Hansı variant? İki D, yəni brain veya diye bir şey yoktu axı. D ola bilməz heç. Brain veya diye bir şey yoktu. mənim B variantı publik dominant Public Domain Software. Aha, yaxşı. Onun Azərbaycancası nədir? e, Nədir görüm, nədir Azərbaycancası? Gülsüm. İctimaiyyət proqramları. İctimaiyyətə məxsus proqram təminatı. Bəli. Public Domain Software. İkiyə nə aiddir Zeynəb? ilkin kodu da daxil olmaqla ödənişsiz yayılan C variantı olur ona da freeware. Yaxşı. Freeware nədir? Ya da ödənişsiz proqram təminatı. Ödənişsiz proqram təminatı. Bəli. Bəli. Yaxşı. 5-ci sualı. Gülsün, 5-ci sualda sən oxu, davam eləyək. Bilik səviyyəsinə görə skript kidi ilə hacker arasında olan şəxslərə cracker deyilir. Bəli. Bəli. Fazil, cracker ilə script kidin fərqi nədir? Cracker yəni uşağı deyirsiniz də müəllim. Senaryo uşağı da. Yəni nədir ki? Cracker Fərqi nədir? fərqi senaryo uşağı crackerdən az bilir. Bəli, demək olar. Az bilir. Ən azından. Bəli. Yaxşı. Yaxşı. Mədinə, 1-ci sual. Birinci sualda konverter sözündəki hərfi hərfdən konverterdən keçsək, K-ya baxsaq, K-dan deməli 1, 2 variantlarla keçsək, elə A variantı ilə keçsək, K-dan Ö-yə 1, 2, 3, 4, 5, 6 dənədir. O-dan T-ya O-dan T-ya da 6 dənədir. N-dan Ş-yə keçsək 6 dənədir. V-dan da C-yə keçsək deməli, burada da 6 dənə olur. Elə A variantı olur mənim. Hər birinin aralığında 6 dənədir. Bu tipli suallarda Fazil, eləyəcəyimiz ən birinci şey sözdə olan eyni hərflərdir. Bax, məsələn, burada konverter sözündə E hərfləri eynidir. Onda belə çıxır ki, bu söz şifrələnəndən sonra E hərfinin yerində nə dayanıbsa, o hərflər eyni olmalıdır. Yəni, E hərfi bir yerdə başqa bir simvol, başqa bir yerdə də başqa bir simvol ola bilməz. Hər yerdə eyni simvol olmalıdır. Məsələn, Mədinə, birinci o şəkildə yanaşıb variantları ələyə bilərsən, varsa ələnən. Ondan sonra variantından gedirsən. Fazil, bildin necə? Bəli, müəllim, anladım. Gülsüm, yazmışdın bu sualı, birinci sualı. Bəli, yazmışdım. Zeynəb. Mən də bu qaydanı başa düşmədim kimi yazılmış. İndi necə eləmək olar? Variantlara baxırıq. E harda dayanıb? 1, 2, 3.
Bir 5-cində, bir 5-də, bir də 8-də. Tapacağımız cavabda 5-ci simvolla 8-ci simvol eyni olmalıdır. Məsələn, hansı variantları ələyə bilərik? Z'dən Məsələn, davam et. D-ni ələyə bilərik. Sonra B qalar, A qalar. Sonra nəyi ələyə bilərik? Z. C-ni ələyə bilərik. Bəs Y-ni necə? Y də alınır. Ələnir. Yox, ələnmir. 1, 2, 3, 4, 5-ci, 5, 6, 7, Yeddi 8. dedin. Ələnir də. Niyə ələnmir? Bəli. Ələnir. Ələnir də mən 7. Aha. Aha. Sən qar burada A variantı ilə B variantı. Artıq sən 5 dənə variantı yoxlamaq yerinə gəlirsən nə edirsən? 2 dənə variantı yoxlayırsan. Yoxlamaq da elə bir şey deyil də. Yəni baxırsan ki baxırsan K. Uşaqlar, bunları keçən dərsimizdə vaxtımız olmadı izah eləməyə. Sezar şifrləmə üsulu. Ona görə bunların üstündə dayanırıq. Baxırsan ki K neçə simvol hərəkət eləyibsə, bayaq dediyim kimi O, həmçinin N, V, E, R, T, R hamısı eyni sayda hərəkət eləməlidir. Eyni sayda dəyişməlidir. Yəni əmsalımız hər yerdə normaldır, eyni olmalıdır. Bu şəkildə yanaşıb variantımıza gedirik. Burada da indi mən bilmirəm, yəqin ki A variantı olar. Yəni düzdürsə yoxlamayaq da, hamı bildir yəni nədir. Varsa problem baxaq uşaqlar, bunun üstündə dayanaq. Fazil, Zeynəb. Fazillə Zeynəb. Var problem? Başa düşdüm müəllim. Əla. Yaxşı. Gülsüm, ikinci sual oxu. Daktiloskopiya nədir? Barmaq izlərinə görə tanımaq. Bəli. Bu necə yadımızda saxlayırıq? Daktiloskopiya taktil deyirdik. Taktil nə idi? Dəri vasitəsilə informasiyanın alınması. Bax, daktiloskopiyada barmaq izlərinə görə tanınmadır. Belə. Zeynəb, üçüncü suala cavab ver. Antivirus proqramları müəyyən edir. Drive Web olacaq 2, Kaspersky 3, bir də Avast 5 olacaq mənim. Başqa hansı antivirusları tanıyırsan? Say antivirusları. Bəli. Başqa hansı antivirus proqramları tanıyırsan say. Buradaşlardan başqa. Fazil. Müəllim, Panda. Aha. Panda var. Sonra Gülsüm. Mədinə. Kim nə bilir desin. Panda, sonra Norton. Doktor Scan. MSAFI. Doktor Avast Web olar. bir də Doktor Scan yox. Doktor Web. Doktor Avast. Aha. Avast. Aydındır, Scientific yaxşı. Norton. Aha, aydındır, yaxşı. Aydındır. Kriptografiya termini hansı mənanı ifadə edir? Fazil, hansı mənanı ifadə edir kriptografiya? gizli yazı. Gizli yazı deməkdir, bəli. Gülsün, 5-ci suala da sən cavab ver. Müəlliflik hüququ baxımından proqram təminatının kateqoriyasına aid deyil. İctimaiyyətə var, özəl var, ödənişsiz var, ticari var, ümumi yoxdur. Ümumi yoxdur. Yaxşı. Yaxşı. Bu da belə. Yaxşı.
Yaxşı, Mədinə saysın görüm informasiya kompleks mühafizə sisteminə nələr aiddir? Deməli, informasiya kompleks mühafizə sisteminə barmaq izinə görə tanıma, gözün güzəştlik işarasına görə tanıma, ovuca görə tanıma, nitqə görə tanıma, yəni səsə görə tanıma bunlar. Mədinə, informasiya təhlükəsizliyinin təmin olunması kompleks yanaşma tələb eləyir. Düzdür? Bəli. İnformasiyanın kompleks mühafizə sistemi dedikdə fikrini toparla. Bildim. Aha. Təşkilat proqram mühafizəsi, təşkilat mühafizəsi, Aha. aparat proqram mühafizəsi, Aha. deməli mühəndislik proqram mühafizəsi, bir də qanunverici mühafizə. Aha, bəli. Zeynəb, informasiyanın qorunmasının hansı üsulları var? Bir barmaq izinə görə tanıma, gözün güzəştlik işarasına Xeyr. Gözüm. Sual nə idi? Sual, informasiyanın qorunmasının üsulları. İnformasiyanın qorunmasının iki üsulu vardır. Bir, verilənlərə girişin məhdudlaşdırılması, bir də verilənlərin əks etdirilməsi üçün məhdudlaşdırılması. Bəli. Fazil, biometrik informasiyaya əsaslanan mühafizə sistemləri. Biometrik insan bədən üzvünə aid, orqanlarına aid olmasıdır. Barmaq izinə görə, güzəştlik işarasına görə, səs tezliyinə görə, bir də ovucun içinə görə. Ovuc içinə görə, üzə görə. Bəli. Zeynəb, kompüter virusları nədir? Kompüter virusu deyəndə nə başa düşülür? Kompüter virusu dedikdə kompüterdə çoxalmaq, kompüterlərin yaddaşına girən viruslardır və bu viruslar proqramlara da zərər verə bilir. Kompüterə hansı yollarla yoluxur? Kompüterə hardan daxil olur? Kompüterdə Hardan daxil ola bilər? Hardan yoluxa bilər? Proqramlardan sonra Zeynəb, virusun həyat yolu necədir? Nə ilə başlayır? Virusların həyat yolu. yoluxma, bir də aktiv. Yoluxma və aktivləşmə. Mədinə, kompüter viruslarından qorunma neçə səviyyədə təşkil olunur? 3 səviyyədə təşkil olunur. Birincisi, virusun kompüterə daxil olmasının qarşısı alınır. İkinci, virus hücumlarının qarşısı alınır. Üçüncündə də virus hücumları deməli deaktivləşdirilir də. Təsiri minimuma indirilir. Gülsüm, necə bilə bilərik ki, kompüterə virus daxil olub? Hansı əlamətlər var? Proqramlar açılarkən kompüterin yavaş işləməsi, fayl və qovluqların yoxa çıxması, CD, DVD disklərin öz-özünə açılıb bağlanması, sonra kompüterdə istənməyən səs generasiyalarının yayılması, bəzi fayl və qovluqların yoxa çıxması, sərt diskə tez-tez müraciət,
Aydındır. Sonra bəzi fayllarla qovluqların ilişməsi. Proqramların ilişməsi, aktiv proqramların ilişməsi. Yaxşı. Fazil, bu virus əlamətləri aşkarlandıqda nə etməliyik? Birinci olan məlumatları xarici bir hard disk olsun, bir flash kart olsun, ona köçürtməliyik. Sonra da antivirus proqramı çalışdırmalıyıq. Elə bu ikisi Başqa lokal şəbəkədən, yəni internetdən dərhal ayırırıq. Əməliyyat sistemi yüklənmirsə, onu sərt diskdən yükləyirik. Ondan sonra antivirus proqramını nə edirik? Başladırıq. Yaxşı. Zeynəb, Troyan virusun növləri hansılardır? Troyan virusu ən ziyanlı növlərindən biridir. O kompüterlərə uzaq məsafədən giriş edir. Onun növləri uzaqdan idarə etmə, Utilitləri. casuslar, bir də Android Reklam proqramları. Mədnə, uzaqdan idarə etmə utilitləri nə edir? Kompüterdəki demə proqramları uzaq məsafədən idarə edə bilir. Yəni uzaq məsafədən yayılır. Fazil, reklam proqramları. həmin kompüterə reklam vasitəsilə göndərilir və casus kimi kompüterdən istənilən məlumatı özünə göndərə bilir. Casusun özünə. Gülsüm, casuslar nə edir? Casuslar kompüterdəki məlumatları gizli olaraq müşahidə edir, sonra da lazım olan məlumatlar vaxtaşırı cinayətlərə göndərir. Yaxşı. Zeynəb, bu viruslarla baş eləmək üçün nələrdən istifadə olunur? antivirus proqramlarından istifadə olunur. Bunların köməyi ilə proqramlarda virus dayandırılır. Zərərsizləşdirilir. Mədnə, hansı antivirus proqramlarını tanıyırıq? Bir də sayınları. Deməli, Symantec Norton antivirus, Dr. Web, Avast, deməli Panda, Titanium bunlar. Fazil, antivirus proqramlarının tipləri hansılardır? Hansı tip antivirus proqramları mövcuddur? Doktorlar, dedektivlər, onlar Detektiv yox, detektorlar. Detektor, doktor və dedektorun birləşməsindən əmələ gəlir o. Sonra vaksinlər, müfəttişlər. Yaxşı. Zeynəb, doktorlar nə edir? Virusların zərərsizləşdirilməsinə imkan verir, yaradır. Yaxşı, aydındır. Mədnə, müfəttişlər nə edir? Deməli, kompüterdəki qovluqların, fayllarda olan virusları aşkarlayır və onları zərərsizləşdirməyə çalışırdı. Düzgəzlər Gülsüm. Düzgəçlər əməliyyat sisteminə edilən hücumları tutur və virusların öldürülməsinin qarşısını alır. Yaxşı, aydındır, başa düşdüm. Fazil, kriptografiya nədir? Kriptografiya gizlilik deməkdir. Kompüterə gizli yazı deməkdir kriptografiya. Aha. Elə gizli yazı deməkdir. Aha.
şifrələrin yaradılması və onların öyrənilməsi ilə məşğul olan sahədir. Belə deyək. Hı -hı. Zeynəb, Sezar şifrələmə üsulu simmetrikdir yoxsa asimmetrikdir? Sezar şifrələmə üsulu simmetrikdir yoxsa asimmetrikdir? Simmetrik deyil müəllim. Necə? Simmetrik deyil. Bilmirəm, mən səndən soruşum. Deyirəm, simmetrikdir yoxsa asimmetrikdir? Simmetrik. Simmetrikdir. Simmetrikdə şifrələmə necə baş verir? Simmetrikdə hərflər eyni sayda, eyni sırada yerləşirlər də. Şifrələmə üçün hansı açardan istifadə edilir? Gizli açar. Bəli. Gülsüm, asimmetrikdə şifrələmə üçün hansı açardan istifadə edilir? Açıq və gizli açarlardan. Açıq açar nə edir, gizli açar nə edir? Açıq açar şifrələyir, gizli açar isə deşifrələyir. Yaxşı. Mədinə, dedik bu rəqəmli sertifikat nədir? Rəqəmli sertifikatda elektron imza, deməli, müəllifin həmin imzaya müəllifə aid olduğunu göstərir də, həmin müəllifə aid olduğunu. Bəli, səlahiyyətli orqan tərəfindən imzalanan məlumatdır. Bəs, Fazil, bu rəqəmli imza nədir? Rəqəmli imza səlahiyyətli şəxs tərəfindən istifadəçiyə verilmiş bir sənəd. Gülsüm, sən de. Səlahiyyət Elektron imza verəcəm. Bəli. Səlahiyyətli şəxs tərəfindən imzalanmışsa, bir dəqiqə. Səlahiyyətli şəxs tərəfindən imzalanmış sənədlər. Elektron dünyada, bu yadınızda bu şəkildə saxlanın. Elektron dünyada şəxsiyyəti təyin edən sənəddir. Elektron dünyada, yəni virtual dünyada şəxsiyyəti təsdiq edən sənəddir. Şəxsiyyət vəsiqəsi də e-imzadır. Yəni elektron şəxsiyyət vəsiqəsi. Yaxşımı? Şəxsiyyət vəsiqəsi var ha? Onun elektron forması bu şəkildə. Bu e-imzanı verən rəqəmli sertifikatdır. Səlahiyyətli orqan tərəfindən verilir, rəqəmli sertifikat onun doğruluğunu təyin edir. Onu da bu şəkildə yadınızda saxlayın.